Salam hamıya, mən Aziz Kubik və mən bugünkü kimisi 3 vs kubik Rubikin necə həll edildiyini öyrədəcəm və bu öyrədən zamanında bəzi istisnalarımız var və bu istisnalara da biz baxacağıq. İndi isə gəlin videoya keçək. Biz kubik Rubikimizi həll edərkən biz parçalar adlandıracağıq. Bu künc parçalar adlandıracağıq. Künc parçanın ortasındakı olan parça orta künc və buranı isə mərkəz adlandıracağıq. Kubik Rubikimizin bir üzündə 4 dənə künc, 4 dənə orta künc, bir dənə də mərkəz parçası var. İndi isə biz bu üç vurçumuzu həll etmək üçün ilk qayda istənilən mərkəzi seçib oradan plus düzəldəcəyik. Rəngi özünüz seçin. Mən ağ seçirəm və bu plusu düzəltməyin heç bir qaydası yoxdur. Özünüz praktika ilə həll edə bilərsiniz. Və gördüyünüz kimi plusumuz həll olunandan sonra biz plusun altındakı ikililərə baxacağıq. Bu ikililərin ikisi həll olunmalıdır. İndi isə gəlin nəzərə yetirək görək neçəsi həll olunub bu ikililərin. Deməli belə. Yaşıl, mavi, mavi, narıncı, narıncı, yaşıl və qırmızı, qırmızı. Gördüyünüz kimi burada bir dənəsi həll olub. O da ki, qırmızı, qırmızı. Gəlin çevirək maviyə. Mavi, mavi, yaşıl, qırmızı, qırmızı, yaşıl və narıncı, narıncı. Gördüyünüz kimi burada 2 dənə həll olundu. Bizə bu lazımdır. İndi isə bu 2 həll olmamış ikisini həll eləmək üçün isə həll olunmuşlardan biri sağda, biri arxada, həll olunmamışlardan biri solda, biri üzümüzə baxır və bu alqoritmi edirik. Sol tərəf yuxarı, yuxarı tərəf sola, sol tərəf aşağı, yuxarı tərəf sağa və sol tərəf yuxarı alqoritmi elməyini görürük ki, həm plusumuz olduğu kimi qaldı, həm də ki, ikililərimiz həll olundu. İndi biz birinci mərtəbənin 2 dənə qaydasını elədik. Keçdik birinci mərtəbənin sonuncu, üçüncü və sonuncu qaydasını. Bu üçüncü və sonuncu qaydası odur ki, bu qıraqları həll eləməkdir. Bunu həll eləmək üçün biz 3 dənə mərkəzin parçasını axtaracağıq. Yəni plusun rəngi ağ, üzümüzə baxan mərkəzin rəngi narıncı və sağ tərəfdə olan mərkəzin rəngi mavi. Yəni biz ağ, narıncı, mavi olan parça axtaracağıq. İndi və biz bunları yuxarıda axtaracağıq. Gəlin baxaq. Ağ, yaşıl və narıncı. Bu parça bura uyğun gəlmir. Sarı, yaşıl və narıncı. Bu parça ümumiyyətlə uyğun gəlmir. Bunun səbəbini deyirəm. Ona görə ki, biz bunu ikinci mərtəbə həll edəndə də şahid olacağıq. Ona görə ki, biz sarı parçalara, sarı hissəni, yəni üçüncü mərtəbəni həll edəndə istifadə edəcəyik. Birinci və ikinci mərtəbəni həll edəndə yox. İndi isə gəlin baxaq. Ağ, mavi və narıncı. Və bizə bu parçanı bura yerləşdirmək lazımdır. Bunun üçün isə alqoritmimiz belədir. Sağ tərəf yuxarı, yuxarı tərəf sola, sağ tərəf aşağı, yuxarı tərəf sağa. Sağ tərəf yuxarı, yuxarı tərəf sola, sağ tərəf aşağı, yuxarı tərəf sağa. Və bu alqoritmi eləyə-eləyə ən azı siz, daha doğrusu ən azı bir dəfə, ən çoxu isə 5-6 dəfə təkrarlayandan sonra öz yerinə girəcək. Baxın, mən təkrarladım bir neçə dəfə və burada olan parça bura yerləşdi. İndi isə gəlin bu parçaya baxaq. Ağ, plusumuzun rəngi, üzümüzə baxan mərkəzin rəngi yaşıl və sağ tərəfdə olan mərkəzin rəngi narıncı. İndi isə gəlin yuxarıya baxaq. Ağ, yaşıl, qırmızı. Bu parça uyğun gəlmir. Sarı rəng ümumiyyətcə uyğun gəlmir. Yenə sarı rəng ümumiyyətcə uyğun gəlmir. Və ağ, narıncı, yaşıl. Və gördüyünüz kimi bu parça buraya uyğun gəlir. Bu parçanı eləmək üçün isə həminki alqoritmdən istifadə edəcəyik. Sağ tərəf yuxarı, yuxarı tərəf sola, sağ tərəf aşağı, yuxarı tərəf sağa. Gördüyünüz kimi bunu bir dəfə həll elədik, amma ilk dəfə ki həll eləyəndə isə bir neçə dəfə həll eləmiş olduq. Bir neçə dəfə alqoritmi təkrarlamış olduq. İndi isə gəlin son parçamıza baxaq. Ağ, qırmızı, yaşıl. Baxaq. Ağ, qırmızı, yaşıl. İndi bu parçanı buraya yerləşdirəcəyik və həminki alqoritmdir. Sağ tərəf yuxarı, yuxarı tərəf sola, sağ tərəf aşağı, yuxarı tərəf sağa. Və bunu eləməklə birinci mərtəbəni tam düzgün şəkildə tamamladıq.
İndi bu birinci mərtəbəmizdə bəzi anlaşılmazlıqlar ola bilər. İndi isə mən bunu başa salacağam. Məsəl üçün, ola bilər ki, axtardığınız parça məsəl üçün ağ, mavi, qırmızıdır və yuxarıda axtarırsınız yoxdur. Sonra fikir versiniz ki, parça burada yerləşib. Düşünürsünüz ki, mən nətər eləyim buradakı parçanı, çıxardım, sonra yerləşdirmə alqoritmindən yerləşdirim bura. Deməli, qaydamız odur ki, bu çıxma alqoritmindən çıxma parçanın və yerləşdirmə alqoritmindən eynidir. Yəni, sağ tərəf yuxarı, yuxarı tərəf sola, sağ tərəf aşağı, yuxarı tərəf sağa. Alqoritmini eləməklə çıxartmış olduq və alqoritm eləməklə həmin alqoritmini yerləşdirmiş olduq. İndi isə biz ikinci mərtəbəyə keçdik. İkinci mərtəbədə biz üçlü axtaracağıq. Yəni ki, yaşıl, 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 üstü sarı. Dediyim, birinci mərtəbəni həll eləyəndə dediyim kimi, bu sarı bizə lazım deyil. Hələlik. Ona görə də çevirirəm. Yaşıl, yaşıl, narıncı olmur. Yaşıl, yaşıl, sarı olmur və yaşıl, 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 üstü qırmızı. Deməli, üstü qırmızı sol tərəfə gedəcək. Bizim bu ikinci mərtəbəni həll edəndə 2 dənə alqoritm olacaq. Biri var sağ tərəfə yerləşdirmə alqoritmi, biri də var sol tərəfə yerləşdirmə alqoritmi. İkisi də eynidir, sadəcə tərs alqoritmlərdir. Yəni biz sola yerləşdirəcəyik bunu. Bu parçanı bura yerləşdirəcəyik. Alqoritmimiz isə budur. Yuxarı tərəf sağa, sol tərəf yuxarı, yuxarı tərəf sola, sol tərəf aşağı, yuxarı tərəf sola. Rubikimizin üzünü sağ tərəf olaraq döndəririk və sağ tərəf yuxarı, yuxarı tərəf sağa, sağ tərəf aşağı alqoritm eləməklə burada olan parçanı bura yerləşdirmiş olduq. Deməli, indi isə biz keçək yaşıl, yenə təkrardan baxaq görək yaşılda nə var? Yaşılda heç bir şey yoxdur. İndi isə gəlin sizə sağ alqoritm göstərim. Baxın, narıncı, narıncı, narıncı üstü mavidir. Biz bu parçanı sağa yerləşdirəcəyik. Bunu eləmək üçünsə biz bu alqoritmdən istifadə edəcəyik. Yəni, sol tərəf olan alqoritmin əksidir. Yuxarı tərəf sola, sağ tərəf yuxarı, yuxarı tərəf sağa, sağ tərəf aşağı, yuxarı tərəf sağa. Rubikimizin üzünü sola döndəririk. Sol tərəf yuxarı, yuxarı tərəf sola, sol tərəf aşağı alqoritm eləməklə burada olan parçanı buraya yerləşdirdik. Və son qalan parçamızı da görürük ki, sola yerləşir və sol tərəfin alqoritmini eləməklə yerləşdiririk. Və burada bəzi şanslar ola bilər ki, belə bir istisna hal ola bilər. Gördüyünüz kimi burada parça çevrilib. Yəni, elə bir alqoritm eləmək lazım ki, bu parça çevrilsin, düzgün olsun. Deməli, bunun sol tərəfinə, bunu həmişə, məsələn, sol tərəfdədirsə, sağ tərəfinizə gətirin və sağ tərəfin alqoritmindən çıxardın. Yəni, bir dənə sadəcə bu hərəkət eləməyəcəyik. Bu hərəkət eləməyəcəyik. Sadəcə, yəni ilk hərəkət eləməyəcəyik, qalan hərəkətləri eləyəcəyik. Belə alqoritm etməklə çıxardırıq və yaşıl, yaşıl, yaşıl üstü narıncı, sağ tərəfin alqoritmini deyə, sağ tərəfin alqoritmi eləməklə biz həll etmiş olduq ikinci mərtəbəni. İndi keçdik üçüncü mərtəbəyə. Üçüncü mərtəbə biraz sizin üçün çətin gələ bilər. Amma vaxt keçdikcə buna öyrəşəcəksiniz. Bu üçüncü mərtəbəni həll eləmək üçünsə ilk öncə bizə ağ plus kimi sarı plus lazımdır. Sizdə bəzi şanslar ola bilər. Məsəl üçün, sizdə ola bilər təkcə nöqtə. Bu ağ plusdakı kimi qıraq parçalara fikir vermirik. Bəli, belə bir şans ola bilər ki, 90 dərəcəli bucaq kimi ola bilər. Sonra, belə ola bilər ki, düz xət ola bilər. Və belə ola bilər ki, plus həlli ola bilər. Plus həlli olubsa, deməli, bu tam həlli. Tam həll olunmuş demək. Yəni, biz alqoritm eləyərək tam plus həlli eləyəcəyik. Mən başdan eləyim ki, yəni nöqtədən. Bu alqoritmi təkrarlayayım. Yana çevir sağa, yana çevir sağa, sağ tərəf yuxarı, yuxarı tərəf sola, sağ tərəf aşağı, yuxarı tərəf sağa və yana çevir sola alqoritmini eləməklə 90 dərəcəli bucaq alındı. Və biz bu 90 dərəcəli bucağı gətiririk saat 9 tamam şəklində. Və bu alqoritmimizi bir də təkrarlayırıq. Yana çevir sola,
sağ yana çevir sağa, sağ tərəf yuxarı, yuxarı tərəf sola, sağ tərəf aşağı, yuxarı tərəf sağa və yana çevir sola. Və düz xətt olan kimi belə düz xətt yox, açıq dərəcə 180 dərəcə 180 dərəcə bucaq kimi dayandırıb həmin alqoritmi bir də təkrarlayırıq və beləliklə plusumuz hazırdır. İndi isə biz ikinci mərtəbədəki kimi üçlü eləyəcəyik. Amma bu üçlü ikinci mərtəbədəkinin üçlüsünə oxşamır. Bu üçlü ilk plusu həll eləyən zaman həll elədiyimiz ikililərin həllinə oxşuyur. Yəni 2 dənəsini həll olmuşunu tapacağıq. Biri buradadır, biri də buradadır. İkiliyə həll etdiyimiz kimi biri sağda, biri arxada, həll olmayanların biri solda, biri də üzümüzə baxır. Və bu alqoritmi eləyəcək. Amma alqoritm biraz fərqlidir ondan. Sağ tərəf yuxarı, yuxarı tərəf sola, sağ tərəf aşağı, yuxarı tərəf sola, sağ tərəf yuxarı, yuxarı tərəf 2 dəfə sola və sağ tərəf aşağı, yuxarı tərəf sola eləməklə üçlüləri həll eləmiş oluruq. Bu üçlüləri də həll eləyəndə ikili olduğu kimi belə bir istisna qarşımıza çıxır. Və gördüyünüz kimi ikilidəki kimi bunda da qarşı-qarşıyadır. Qarşı-qarşıya həll olunub, qarşı-qarşıya həll olmayıb. Həll olunmayanlardan biri üzümüzə baxacaq, həll olunanlardan biri sağda, biri solda olacaq və bu alqoritmi təkrarlayacağıq. Sağ tərəf yuxarı, yuxarı tərəf sola, sağ tərəf aşağı, yuxarı tərəf sola, sağ tərəf yuxarı, yuxarı tərəf 2 dəfə sola və sağ tərəf aşağı eləməklə təkrardan öz vəziyyətinə gətiririk və iki dənə hazır ikilini axtararaq belə bir də alqoritmi təkrarlayaraq həll etmiş oluruq. İndi isə son mərhələyə keçirik. Parçaların düzgün gətirilməsi və kubik rubikimizin həll olunması qaydasına. İndi buradakı qayda odur ki, bir dənə düzgün parça axtarırıq. Yəni nətə düzgün yerləşməsinə görə. Bunda da 3 dənə mərkəz. Məsəl üçün sarı, narıncı, mavi. Baxaq. Sarı, mavi, qırmızı. Bu parça, yəni bu parça bu hissəyə uyğun gəlmir. Yaşıl, sarı, narıncı. Yaşıl, sarı, qırmızı. Bu da bura uyğun gəlmir. Sarı, yaşıl, narıncı, qırmızı, sarı, yaşıl. Bu da bura uyğun gəlmir və mavi, sarı, qırmızı, mavi, sarı, narıncı. Gördüyünüz kimi burada heç bir parça uyğun gəlmirsə əgər bir-birlərinə, bu da bir istisnadır. Ola bilər ki, sizdə bir dənəsi uyğun gəlsin. Əslində orada bir dənəsi uyğun gəlməlidir. Əgər sizdə hamısı uyğun gəlirsə, onda bu son alqoritm olacaq. İndi isə biz əgər heç bir yer düzgündəsə, istənilən bir yerdə başlayıb bu alqoritmi edirik. Əgər həll olunubsa bir parçası, həll olmuş parçanı sağda saxlayırsınız və bu alqoritmi edirsiniz. Sol tərəf yuxarı, yuxarı tərəf sola, sağ tərəf yuxarı, yuxarı tərəf sağa, sol tərəf aşağı, yuxarı tərəf sola, sağ tərəf aşağı, yuxarı tərəf sağa hərəkət edərək, yəni həll olmuş parçaları, həll olmuş parçası, yəni parçası həll olmuş, əgər parçası həll olmuşunu ediriksə, onda hamısı həll olmuş olur. Yox, əgər biz həll olmamışdırsa, onda baxın görün hansı parça uyğundur. Bir dənə parçanı tapacaqsınız. Əgər tapmadısa, həmin alqoritmi də bir də təkrarlayın. Tapdınızsa, əgər sağ tərəfdə saxlayın və həmin alqoritmi bir də təkrarlayın. Və təkrarlayandan sonra görürsünüz ki, yenə alınmır, bir də təkrarlayın. Normal hal yəni bu. İndi isə biz çatdıq əsas bölməyə və bu parçaların düzgün yerləşdirilməsi, yəni çevrilib düzgün yerləşdirilməsinə. Ola bilər ki, sizdə 3 dənə olsun, 4 dənə olsun, 2 dənə olsun. Bir dənədirsə, deməli sizin kubik rubikinizdə belə bir çöndərmə var. Yəni belə bir çöndərmə var sizin kubik rubikinizdə. Yəni o səhv haldır. Əgər qalıbsa, onda bu alqoritmi edirik. Yəni tuturuq hər hansı bir parçanı, həll olunan parçaları nəzərdə tutmuram. Yəni bu həll olmayan parçalardan birini tuturuq və bu alqoritmi təkrarlayırıq bir neçə dəfə.
Sağ tərəf aşağı, aşağı tərəf sola, sağ tərəf yuxarı, aşağı tərəf sağa, sağ tərəf aşağı, aşağı tərəf sola, sağ tərəf yuxarı, aşağı tərəf sağa. Alqoritmi bir neçə dəfə təkrarlayaraq alınır və həll olunandan sonra düzgün belə çevirmirik. Yuxarıdan hərəkət etdiririk həll olmayan parçanı və həmin alqoritmi təkrarlayaraq kubik rubikimizi həll etmiş oluruq. Kanalıma abunə olmağı və like atmağı unutmayın.